Əllamə Təbətəbai deyir ki, insanın qəlbi müəyyən həqiqətə açıldıqda əvvəl görmədiyi qatları görməyə başlayır. Sən dəyişməyə başlayanda əvvəlki ambisiyalar sənə dar gəlir və qınaq artır. Quran deyir, onlar özləri ilə eyni yolda olmayanları qərib sayarlar. Sənin dəyişməyin onların sabitliyini pozur deyə sən artıq onların güzgüsündə əvvəlki eyni adam deyilsən. Ariflər deyir, insan dəyişəndə ilk imtahanı ən yaxınlarından gəlir. Əgər insan belə düşünürsə ki, mən artıq onlardan üstünəm, onlar məni anlamır və yaxud da mən başqa səviyyədəyəm, bu təhlükəli mərhələdir. Əgər fərqli görmək səni insanlardan uzaqlaşdırırsa, diqqətli olmaq lazımdır. Ayətullah Behzət ağa çox qısa deyərdi: dəyiş, amma göstərmə. Yəni daxili inkişafını nümayiş etdirmə və insanları dəyişdirməyə çalışma. Çünki bu mərhələdə insanın ən böyük imtahanı özünü başqalarından üstün hiss etməməkdir. Quran çox açıq deyir: günahkarlar iman gətirənlərə gülərdilər. Bu barədə qeyd olunur ki, insan dəyişəndə ətrafdakıların vicdanına toxunur. Onlar sənin sözlərindən yox, sənin varlığından narahat olurlar. Çünki sən onların normal saydığı şeyi artıq normal görmürsən. Ariflər deyir, həqiqət sakitdir, amma varlığı ilə sarsıdır. Məsxərə çox vaxt müdafiə mexanizmidir. İnsan dəyişmək istəməyəndə dəyişənə gülür. Ariflər deyir, artıq heç kim məni başa düşmür ifadəsi ya Allaha yaxınlaşdırar, ya da gizli təkəbbürə. Ayətullah Behzət ağa deyirdi ki, hər şeyi demə, qəlbində saxla, Allah eşidir. Çünki insan dəyişəndə çox danışmaq istəyir, hamını oyatmağa çalışır. Amma bu mərhələdə ən böyük hikmət sakitlikdir və qəriblik dediyimiz anlayış ruhun ucalmasının əlamətidir. Çünki ruh artıq çoxluğun ölçüsünə sığmır. Ariflər deyir, Allah bəzən bəndəsini insanlardan ayırır ki, onu özünə yaxınlaşdırsın. Əgər sən dəyişmisənsə və məsxərəyə məruz qalırsansa, bu çox vaxt istiqamət dəyişikliyinin göstəricisidir. Özümü çox tək hiss edirəm deyirsənsə, Ayətullah Behzət ağanın bu sözünü xatırla. Əgər Allahla ünsiyyət qurursansa, heç vaxt tək deyilsən və insanlarla olan münasibətində heç vaxt incimə. Çünki onlar sənin keçdiyi mərhələdən keçməyiblər. Sən indi başqa pəncərədən baxırsan, amma hər kəs eyni vaxtda o pəncərəyə gəlmir.